Şərlənərək həbs edilən hicablı xanımlardan biri Aytən İbrahimova bu günlərdə olduqca maraqlı və düşündürücü bir mesaj ünvanlayır. O bildirir ki, ilahi rəhmətə qovuşduqdan sonra görəcəyimiz ilk iş zülmə qarşı üsyanlarla bağlı Allaha şikayət etmək olacaq. Qeyd edim ki, bu günlər həm də xanım Fatimə Zəhra Səlamullahi əleyhanın mövlud günüdür. Sosial şəbəkələrdə, mediada, şəxsi münasibətlərdə şiələr, Əhl-i-Beyt dostları bir-birlərinə təbrik göndərirlər və bəzən xanımın zülmə dirənişini, vilayətin ilk şəhid olması və ona qarşı tarixi haqsızlıqlarla bağlı çox mənalı və kədərli mesajlar ünvanlayırlar. Amma dövrümüzün zəhraları, Zeynəbları tam unudulur və zalim bir rejimin əlində əsir ediliblər. İndi biz özümüzə böyük bir sual verməliyik. Dövrümüzün Zeynəblarını, Fatimələrini unutduğumuz halda xanım Fatimə Zəhra haqqında böyük mesajlar yazıb, böyük yazılarla bir-birimizi təbrik eləməyə nə qədər haqqımız var? Xanım Fatimə Zəhra qiyamətdə ki, onun şəfaətini arzu edirik, təmənna edirik. Belə bir vəziyyətdə əgər öz dövrümüzün Zeynəblərini, Fatimələrini unutsaq, xanım Fatimə Zəhra qiyamətdə bizim üzümüzə baxarmı?